Mümkün değil. Niyə ki? Aygün Bir Kazımova nə mənalı boyda olaraq, sənəti var ki? bir mənalı olaraq. Aygün xanımın nə boyda sənəti var ki? Necə yəni? O estradadır da, muğam bilir, nə bilir. Muğamı mən də estradada oxuyuram. Yeri gəlsə mən muğama da getmişəm. Hər şeydən anlayışım Kəmalə var. Günəşli. Eşidirsinizmi? İnsan seviləndə div olur. Bax, Yəni onu bilin. bax, eşit məni. Bugün Kəmalə Günəşlinin qurdum bu fikrindən razı deyiləm ki, Kəmalə Günəşli divadır. Diva Aygün Kazımovadır. O yaşına çatanda olacağım da mən də. Hələ deyən da. Mən o yaşında deyiləm. Ondan qat-qat kiçiyəm mən. Aygün xanım da bizim hörmətli. O heç də o möhürün vurub Aygün oturub. Kazımova. Aygün Kazımovanın yerini tutan olmalıdır ya yox. İndi neçə yaşınız var? Mən 87-ci ildən. 87, 38 yaşım var. Aygün Kazımova 38 yaşında, hətta ondan da tez, elə divaydı. O vaxt müğənni az idi, əzizim. İndi div olmaq çətindir. O vaxt 2-3 dənə müğənni var idi. Biri Brilliant Dadaşov idi. Biri Aygün xanım Kazımova mən Brilliant Dadaşov idi. Biri ilə Zülfiyə duetim xanım Xanbabayev idi. 3-4 dənə. Onda Hasan idi. İndi nə bilim kimlər nə danışır? Sən Aygün Kazımovanı, mən istəmirəm. Aygün Kazımova ilə mən trend 1-də o idi, 2-də mən idim. O ilə yarışırdım, nə danışırsan? Bu göstəricidir. Bəs nədir ki? Xeyr. Yox, bir dəqiqə, niyə razı deyilsin ki, YouTube göstərici deyil? Xeyr. Mən niyə onda restoranlar YouTube hesabına çağırır, veriliş və trendə düşənləri çağırırsan? Mən. Əgər YouTube göstərici olmasaydı, biz populyar olmazdıq. Mən məsəl üçün, YouTube'da böyük məbləğdə pullar vurub. Xeyr, trendi pulla vurmaq olmur. Yox, trendi demirəm. Özün də yaxşı Baxış bilirsən. qazanmaq olur, bir mənalı olaraq. Bir mənalı. Onda populyar ola bilmirsən. Əgər mən populyaramsa, значит öz kütləmdir. Baxış vurulmayıb. Elə baxışlar var ki, baxış vurulub, sən o mahnıda xəbərin yoxdur. O Amma mən razıyam. Amma rəqaydım, elə adam var xəbər olmasın. Значит naturalni baxışdır o. Yox, Bildin bax, nə demək istəyirəm? Bugün Kəmalə Günəşlinin özünü Aygün Kazımova kimi bir devlə müqayisə etməsi